Mövzu 4 azalan çıxılan fərq haqqında məlumat vermişdim. Demək, birinci çalışmada bir azalan çıxılan hər birini 23% azaltsaq. Demək, azalan, çıxılan fərq. Birinci onu deyək ki, azalan nə qədər azalırsa, fərq də bir o qədər azalır. Məsələn, azalan 3% azalırsa, fərq də 3% azalacaq. Yəni, bunlar düz mütənasibdirlər. Azalanla fərq düz mütənasibdirlər. Azalan nə qədər azalırsa, fərq də o qədər azalır. Azalan nə qədər artırsa, fərq də bir o qədər artır. Amma çıxılanla fərq arasındakı münasibət tərsdir. Yəni, bir-birinə ziddirlər. Çıxılan 4 vəfə, yəni 4 vahid azalırsa, fərq 4 vahid artır. Çünki bir-birinə ziddir. Bu artır azalacaqsa, fərq artacaq. Çıxılan 5 vahid artırsa, fərq 5 vahid azalır. Bir-birinə ziddirlər. Amma azalanla fərq yola gedirlər, düz mütənasibdirlər, yəni düzdürlər. İkisi də artırsa artır, azalırsa azalır. İndi misallara baxaq. Demək, azalan və çıxılan hər biri azalan 23 vahid azaldırsa, dedik ki, fərqdə nə olur? 23 vahid azalır. Çıxılan 23 vahid azalırsa, fərq onun ziddidir, yəni tərsidir. 23 vahid neyinir? Artır. Bir ədəd həm 23 vahid artıb, həm də 23 vahid azalırsa, onda bu fərq dəyişmir. Yəni, 23-dən 23-ə çıxsaq, cavab neçə edir? 0 dəyişmir. Cavabımız dəyişmirdi. İkinci, azalan 16 vahid artırsa, demək, fərqimiz də 16 vahid artır. Çıxılan 16 vahid artırsa, fərq onun ziddidir. Yəni, bu artırsa, bu nə olacaq? Azalacaq. Bir ədəd həm 16 vahid artır, həm də həm 16 manat sizə pul verirəm, həm də 16 manat geri götürürəm. Nə deməkdir? 16 çıx 16. Nə olur? 0. Yəni, bu da nə olmur? Dəyişmir. Dəyişmir. Üçüncüyə baxırıq. Üçüncü, azalanı 18 vahid artırıram. Birbaşa fərqimiz haqqında məlumat verirəm. Demək, fərqimiz 18 vahid artırır. Fərq necə dəyişir? Fərq də 18 vahid artacaq. Bitdi. Dedik ki, azalan nə qədər artırsa, fərq də bir o qədər dəfə vahid artır. Çıxılanı 34 vahid artırıb, daha doğrusu azalanı 4-cü sualdayıq. Azalanı 24 vahid azaldıb, çıxılanı dəyişməsək, dedik ki, nə olur? Fərq də 24 vahid azalır. 5-ci, çıxılanı 34 vahid artsan, fərq bunun ziddidir. Yəni, ona tərs gəlir. Deyirsən, artırsan, sonunda mən də nə olacam? Azalacam 34 vahid. Demək, fərq nə olur? Azalır 34 vahid. 6-cısı, çıxılanı 25 vahid azaldıb. Deyir ki, fərq deyir ki, sən azalırsan, sonunda mən nə edəcəm? Artacam. 25 vahid artır. Gəldik, çıxdıq 7-ci misal. Biraz büyüdüm. 7-ci misal. 7-ci misalda bizə nə deyir? Deyir ki, azalan 19 vahid azalsa, fərq necə dəyişəcək? Deyirsən, fərqim də 19 vahid nə olur? Azalır. Sonra baxırıq, ikinci şərt deyir. Çıxılanı 29 vahid artır. Artıranda nə olur? Fərq onun ziddidir. Deyir, mən onda azalıram. Yəni, bu 29 vahid artırsa, bu azalır. Amma bu azalırsa, azalırsa, fərq də azalır. Baxırsınız, hər ikisinin işarəsi nədir? Azalmaq. Demək, hər ikisinin işarəsi eynidirsə azalmaq. Onda 29 ilə 19-u topluyorsunuz, eləyir 48. Onda 48% neyinir? Azalır. Çünki işarəyə baxın. 48% azaldı. 48% azaldı. 8-ci sual. Azalanı 23 vahid artır. Artırdım. Onda fərqim də 23 vahid artır. Yazdım.
Çıxılanı 18 vahid azalt. Fərq deyil, mən sənin ziddivə gedəcəm. Amma mən nə edəcəm? Artacam. Çünki çıxılan azalırsa fərq nə olur? Artır. Baxırsınız, hər ikisində baxın. Artma işarəsi verir. Görürsünüz? Artma işarəsi. Artmaq hər ikisində azalmadırsa, hər ikisində artmazsa toplayırsınız. Onda 23 ilə 18-i toplayırıq. 23 ilə 18-i toplasam olacaq. 1 yazırıq. 41 edəcək. İşarəsi nədir? Artmaq işarəsi. Yəni 41 vahid neyinir? Artır. 9-cu sual. 9. Azalanı 16 vahid. Azalanı 16 vahid. Çıxılanı isə 85 vahid azaltsaq. Baxın 16 vahid çıxılanı isə artırsaq. 16 vahid artırıramsa fərq deyir. Onda mən də nə edirəm? 16 vahid artıram. Çıxılanı 10 vahid artırsaq fərq deyir. Mən sənə ziddivə gələcəm. Mən nə edəcəm? Azalacam. Baxırsınız, biri artıb, digər azalırsa, onda böyük ədəddən kiçik ədədə çıxırsınız. Biri artıb, biri azalırsa, böyükdən kiçiyi çıxırsınız. Olacaq 6. Böyük ədədin işarəsini yazırsınız. Böyük ədədin işarəsi nədir? Artmaq. 6 vahid 6 vahid artır. 9'da. 10'uncusu. Azalanı 45 vahid. Azalanı 45 azaltsaq deyir. 45 vahid azaltsam, onda fərqim də 45 vahid olur? Azalır. Çıxılanı 85 vahid azaltsam, onda fərq deyir ki, mən tərsiyəm. Mən sənin tərsinəm. Sən azalırsan, sonra mən inəcəm, artacam. Onda nə inirsiniz? Böyük ədəddən kiçiyi çıxırsınız. Çünki biri artıb, biri azalır. Böyükdən kiçiyi çıxırıq. Cavabımız olur neçə? 40. Böyüyün işarəsi nədir? Baxın, böyüyün işarəsini görürsünüz. Artmaq. 40 vahid artır. 11. 11-incisi. Demək, nə edirik? Baxırıq. Deyək ki, 2 ədədin fərqi 340-dır. Bu qalsın 40-da. Azalandan gedir söhbətdir. Azalanı 10 vahid, çıxılanı isə 23 vahid artıraq. 10 vahid artırsaq, onda fərqimiz 10 vahid artır. Çünki dedik ki, azalanı artırsa, fərq də artır. Çıxılanı 23 vahid artırsaq. 23 vahid artırsaq, fərq deyir, mən sənin əksinəm, yəni ziddinəm. Mən nə edəcəm? Azalacam. Nə edirdik? Biri artıb, biri azalanda böyük ədəddən kiçiyi çıxırsınız. Neçə edir? 13. Böyüyün işarəsinə baxın. Böyüyün işarəsi nədir? Azalmaq. Yəni 13 vahid nə edir? Azalır. Onda səhədir ki, 2 ədədin fərqi 340-dırsa, bu da 13 vahid azaltsaq, o 340-dan çıxırıq 13, 7, 20, 327 qalır. 12. 2 ədədin fərqi 180-dir. Bu hələ qalsın. Azalanı 30 vahid, çıxılanı isə 20 vahid azaltsaq. 30 vahid. Onda fərq deyir ki, onda mən də azalıram 30 vahid. Yazdıq. Çıxılanı 20 vahid azaltsaq, onda fərqimiz 20 vahid nə olacaq? Artacaq. Nə edirsiniz? Böyük ədəddən kiçik çıxırsınız, alırıq 10. Böyüyün işarəsi nədir? Azalmaq. Yəni 10 vahid azalır. Azalır. Şimdi demek burada yazdık bunu. 10 vahid azalır. Ne edəcəyik? 180-dan çıxacağıq nəyi? 10. 180 çıxılsın 10 yazacağıq. 180 çıxılsın 10 necə? 170. Cavab 77. 13-cü sual. Azalanı 30 vahid azaltdıq. Onda fərqimizdən olur 30 vahid azalır. Yazdıq. Fərqin 20 vahid artması üçün. Fərqin 20 vahid artması üçün. Nə edəcəksiniz uşaqlar? Burada
fərq yazacağıq. 20 ilə 30'u toplayacaqsınız. 20 üstə gəl 30. İçi eləyir 50. Baxırsınız, hansı işarə qoyublar sonda? Artmaq. Demək, bura nə olacaq? Artacaq 50 vahid. Yəni fərq azalacaq 50. 20 ilə 30'u toplayıb burada sonda yazılan işarəni qoyursunuz. Nədir bu da? Artmaq işarəsi. 50 vahid artırsa biz dedik ki, çıxılan neyinir? 50 vahid azalır. Əgər fərq 50 vahid artırsa, çıxılan 50 vahid azalır. Onda cavabımız olacaq ki, çıxılan 50 vahid azalır. 14. Deyir ki, azalanı 24 vahid artır. Artıraq. Onda fərq nə olur? 24 vahid artır. Çünki azalan artırsa fərq də artır. Sonda bizə deyib ki, fərq 40 vahid azalır. 40 vahid azalırsa, baxın bu artıbdır, bu azalıbdır. Demək azalıb. Bax, işarəyə baxın, azalıbdır. Ne edəcəksiniz? 40 ilə 24'ü toplayacaqsınız. Olacaq necə? 64 vahid azalmalıdır ki, bu da azalsın. Nə olubdur? Fərq 64 vahid azalıb, geri dönüş edirik. Çıxılan nə olacaq? Artacaq 64 vahid. 15. Azalan 80 vahid, azalan 80 vahid artır. Üstünəm artır burada. 80 vahid artırdılar. Onda fərq nə olur? Fərq də artır. 80 vahid yazırıq. 80 vahid artır. Sonunda bizə nə yazıblar? Yazıblar ki, fərqin 50 vahid azalması üçün. Fərqin 50 vahid azalması üçün. Demək, baxın, sonda bizə nə yazıblar? Azalmaq işarəsi. Demək, fərq nə olmalıdır? Yəni, azalan daha çox olmalıdır. Nə edirsiniz? 50 ilə 80'i toplayırsınız. Eləyir 130. Onda fərq 130 vahid azalmalıdır. Fərq 130 vahid azalırsa, onda çıxılan nə olmalıdır? Çıxılan 130 vahid artmalıdır. Cavabımız olacaq, çıxılan 130 vahid artmalıdır. 16. Demək yazıblar, çıxılanı 20 vahid artırdılar. Çıxılanı 20 vahid artırdılar. Artırsınlar. Onda fərq nə olur? Deyək ki, mən 20 vahid azalıram. Yazdıq buna. Sonra bizə yazıblar ki, fərqin 40 vahid artması üçün, fərqin 40 vahid artması üçün, 40 vahid artması üçün nə etməliyik? Demək, nə olmalıdır? Bu da artmalıdır. Düzdür? Nə edirsiniz? 40 ilə 20'ni toplayırsınız. Neçə eləyir? 60 vahid. Demək, fərq artmalıdır ki, böyükdən kiçik çıxıb böyüyün işarəsi yazasınız. Onda azalanda nə olur? Deyir, onda mən də 60 vahid artıram. Çünki fərq artırsa, azalan da nə olur? Artmır. 17. Deyir ki, çıxılanı 90 vahid azaltdılar. Çıxılanı 90 vahid azaltdılar. Onda nə olur? Fərq deyir ki, mən sənin tərsinə gedəcəm. Mən neyəcəm? Artacam. Artacam. 90 vahid yazdıqdan 90 vahid artdı. Sonda bizə yazıblar ki, fərqin 120 vahid artması üçün, 120 vahid artması üçün. Nə etməliyik? Demək, bu da artmalıdır. Onda 120 ilə 90'ı toplayacağıq. Olacaq neçə? 210 vahid artmalıdır fərq. Fərq 210 vahid artmalıdırsa, onda azalan da nə olmalıdır? 210 vahid artmalıdır. Cavabımız olacaq, azalan 210 vahid artır. Demək, 18. Deyir ki, çıxılanı 30 vahid artırdılar. Çıxılanı 30 vahid artırsalar, fərq də nə olmalıdır? 30 vahid artmalıdır. Ay, üzr istəyirəm, azalmalıdır. Tərsi də onun, tərsidir. 30 vahid azalmalıdır. Fərqin 25 vahid azalması üçün. Fərqin 25 vahid azalması üçün onda nə edəcəyik? Fərq, burada işarəyə baxın, azalmalıdır. 25 üstə gəlsin 30. Neçə eləyir? 55 vahid nə olmalıdır? Azalmalıdır. Fərq 55 vahid azalırsa, onda azalan da 55 vahid azalır.
19. Çıxılanı 50 vaat azaltdılar. Çıxılan 50 vaat azaldısa, onda fərq deyir ki, onda mən artacağım. Çünki mən sənin zidinə gedəcəm. Fərqin 15 vaat azalması üçün, fərqin 15 vahid azalması üçün, onda fərq, baxın, işarəyə baxın. Sonda nə işarətsə, burada onu qeyd edirəm. Azalır, 50 üstə gəlinsin 15. Neçə vaat azalır? 65 vaat azalır. Onda azalan da deyir ki, mən də səndən dostam, mən də 65 vaat azalmalıyam.